Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu video izahatda 6-cı sinifə aid olan 2025-ci ildə keçirilmiş RFM yarımfinal suallarının izahlarını sizlərlə paylaşacağım. Başlayaq ilk sualdan. 1. A və B sadə ədədlərdir. 18 kiçikdir A, kiçikdir B, kiçikdir 83 olarsa B çıxısının A fərqi ən çox neçə olar? Deməli, burada biz fərqi ən çox etmək üçün təbii ki, birinci ədədimiz böyük olmalıdır, ikinci ədədimiz isə maksimum daha kiçik olmalıdır. Bu formada ən çox fərqi tapa bilirik. Ən çox 83-dən kiçik ən böyük sadə ədəd neçə olar? 82 sadə deyil, 81 sadə deyil, 80 də sadə deyil və 79 artıq sadə ədəddir, yəni 1 və özünə bölünür yalnız. 18-dən böyük ən kiçik sadə ədəd neçədir? Təbii ki 19-dur. 79 çıxısının 19 bərabərdir 60 C variantı. Birinci sual nisbətən asan idi. Keçək ikinci suala. Kubun bütün üzərinə mənfi tam ədədlər yazılıb. Burada gördüyümüz kimi qarşı üzərindəki ədədlərin hası bir-birinə bərabərdir. Kubun şəkildə görünməyən üç üzündə yazılan ədədlərin cəmi ən çox neçə olar? Bütün üzərinə mənfi tam ədədlər yazıbsa və bizdən ən çox istəyirsə, biz bilirik ki, mənfi ədədlərdə sıfıra daha yaxın olan, yəni kiçiklər, belə kiçik ədədlər daha böyük olur. Yəni mənfi 1, məsələn, mənfi ondan daha böyükdür. Yəni sıfıra daha yaxın olan daha böyük sayılır. Ona görə bu misalda necə davranmalıyıq? Birinci natural ədədlər kimi fikirləşək. 30, 10 və 5-ə bölünən ədədlər. Məsələn, 30-u ilə bu üçünə əkobdur. Ona görə 30-u mənfi 1-ə vursaq 30 alınar. Digərlərini də 30-a tamamlayaq. Mənfi 10-u neçəyə vursaq? Mənfi 10-u mənfi 3-ə vursaq. Yəni burada olacaq müsbət 30. Sonra mənfi 5-i neçəyə vursaq? Mənfi 5-i vursaq mənfi 6-ya bərabərdir. Alınır 30. Və bizdən də bunların istəyir, yəni cəmi ən çox neçə olar deyirdi. Mənfi 1, mənfi 3, mənfi 6. Cəmi alınır mənfi 10 A variantı. Keçirik üçüncü suala. 3 rəqəmli 8, 2A ədədinin 9-a bölünməsindən alınan qalıq 7-dir. Deməli, 8, 2A ədədinin əgər 9-a bölünməsindən alınan qalıq 7-dirsə, biz burada A-nın yerinə neçə verməliyik? 8, 2 rəqəmləri cəmi 10 alınır. 10 üzərinə neçə gəlsək, 9-a bölünməsindən alınan qalıq 6 alınır. Onu fikirləşik, daha doğrusu 7 alınır. 16, 6 gəlsək, çünki 16-nın 9-a bölünməsindən alınan qalıq deməli 7 alınır. Deməli, keçdi ikincinə. Burada da göstərib ki, 3A B ədədi 9-a bölünməsindən alınan qalıq 2-dir. Biz A-nı tapdıq, A 6-dır. İndi 3-ün üzərinə 6 gəlsək 9, 9-un üzərinə neçə gəlsək 9-a bölünməsindən alınan qalıq 2 alınır. Təbii ki, elə 9-un üzərinə 2 gəlsək 11. 11 birlik 2 rəqəmlərin cəmi 11 olsa 9-a bölünməsindən alınan qalıq 2 alınacaq. Ona görə B2-dir. Buna görə BAA ədədi. B-mizi tapdıq, deməli 2. A-nı tapdıq 6. 266-nın 9-a bölünməsindən alınan qalıq neçədir? 266-nın rəqəmləri cəmi neçə alınır? Təbii ki 14. 14-ün 9-a bölünməsindən alınan qalıq neçə alınır? Təbii ki 5. Cavab C variantı. Keçirik dördüncü suala. Aşağıda bir ədədin sadə vurğularına ayrılması alqoritmi verilib. Buna əsasən aşağıdakilərdən hansı doğru deyil? Biz burada təbii ki ən böyük ədəd tapmaq üçün aşağıdan başlamalıyıq hesablamağa. Deməli, burada P neçə olub ki, 2-yə böləndə 1 alınıb, 2 alınıb. Bu 2-dir ki, 2-yə böləndə 1 yazılıb. Sonra S neçədir ki, 2-yə bölsə 2 alınır, təbii ki 4-dür. Yenə 2-yə vursaq 8, 3-ə vursaq 24,
Deməli 24 4-ə vursaq, daha doğrusu 5-ə vursaq 120, 120-ni 2-yə vursaq 240 alınır. Bir vura gedirib ən böyük M ədədini tapdıq. M 240 düzdür. Sonra N 150 səhvdir. K 24 düzdür. T 8 düzdür. Bizdən hansı doğru deyil? Yəni səhv variant B variantı. Keçirik 5-ci sual. X, Y deməli Z sadə ədədlərdir. Buna görə bu ifadə 19 olduğuna görə X, Y, Z cəmini tapın. Biz burada fikir verirsiniz ki, ortaq vuruq X var. X-in mötərizi xaricinə çıxarsam, alınacaq X vurulsun, Y çıxılsın, Z bərabərdir 19-a. Hansı iki ədədin hasili 19 alınır? Burada 19 sadə ədəd olduğu üçün biz necə fikirləşirik? Yalnız biri 19-a vursaq 19 alına bilər. Ona görə biz fikirləşirik ki, burada X 1 ola bilməz. Çünki bir sadə ədəd deyil. X 19 olmalıdır. 19-u 1-ə vursan, mötərizənin içi 1 olmalıdır. Deməli, yalnız fərqi 1 olan sadə ədədlər 3 və 2-dir. 3-dən 2 çıxsaq 1, 19-a vursaq 19 alınır. Deməli, biz X, Y, Z-i tapdıq. X 19-dur, Y 3-dür, Z isə 2 alındı. Bunların cəmini istəyir. Bunların da cəmi alınır 24C variantı. Keçirik növbətin suala, 6-cı sual. AB 2 rəqəmli ədəddir. Bu ifadə olduğuna görə AB 2 rəqəmli ədədi aşağıdakılardan hansına hər zaman bölünür? Başlayaq. Birinci bu ifadəni açılışını yazmağa. Biz bilirik ki, AB nə deməkdir? Üstündən xətt çəkibsə 10A üstəgələk B deməkdir. Bunun açılışı. Ona görə bunu sol tərəfdən yazaq. 10A üstələnsin B bərabərdir 3A üstələnsin 8B. Sonra sadələşdirmə işləmi aparırıq. Yəni A'ları bir tərəfə, A'ları sola, B'ləri sağa yerləşdirək. Alınır 10A'dan çıxırıq 3A bərabərdir 8B'dən çıxırıq B. 10A'dan 3A çıxanda alınacaq 7A bərabərdir 8B'dən B çıxanda alınacaq 7B. A bərabərdir B-yə. Artıq buradan A, B-yə bərabər olduğunu tapdıq. Ona görə hər ikisinə K versən, bu K olsun, bu da K olsun. Gətirib yerinə yazsaq, AB 2 rəqəmli ədədi KK oldu. Və yaxud da burada da KK qeyd edək. Deməli, hansını hər zaman bölünər? Təbii ki, 11-ə hər zaman bölünər. Çünki, məsələn, 11 ola bilər, 22 alına bilər, 33 ola bilər. Yəni, eyni rəqəmli olduğu üçün həmişə 11-ə bölünəcək. Keçirik növbəti suala. Yəni, 7-ci sual. AB 3 rəqəmli natural ədəddir. Dairələrin içərisində isə onların müxtəlif sadə vuruqları göstərilmişdir. Buna görə ABC ən az neçə olur? Biz fikir veririk ki, ABC 3 rəqəmli natural ədəd verib. Birinci A-nın sadə vuruqlarını göstəribsə, 2-ni 3-ə vurarıq. 6-nı 5-ə vurarıq. Deməli, neçə alınır? 30 alınır. 30 amma 3 rəqəmli deyir və ən az deyir. Ən kiçik 30-a bölünən 3 rəqəmli ədəd. Təbii ki, 120. 4-ə vursaq, məsələn, 31-ə vursaq alınmaz, 2-ə vursaq alınmaz, 3-ə vursaq 90 alınır. Amma 4-ə vursaq 120 alınır. Bu da ki, ən kiçik 3 rəqəmli ədəd kimi A-nı götürə bilərik, 120. Sonra 2, 3, 7, B. 2-ni 3-ə vursaq 6, 6-nı 7-yə vursaq 42. 42-nin 1 qatı 42, 2 qatı deməli 84, amma 3 qatı artıq 3 rəqəmli ədəd alınır. 3, 2, 6, 3, 4, 12, 126. Ən kiçik 126 yaza bilərik ki, 3 rəqəmli ədəd. Sonra C. C isə 3-ü 5-ə vursaq 15, 15-i də 7-yə vursaq neçə alınır? Təbii ki, 105 alınır. Elə bu 3 rəqəmli ədəddir. Artıq C-ni də tapdıq 105. Bunu heç nəyə vurmağa tez yoxdur. Ən kiçik istədiyi üçün artıq bunları daha böyüklərini yazmadıq. İndi bunları toplamaq lazımdır. 120,
126 ve 105. Toplasaq 1, deməli 5, 3. 351 B variantı. Keçirik növbəti suala. 8-ci sual. Aşağıda 2 rəqəmli 3 natural ədədin hasili verilmişdir. 2 rəqəmli 3 natural ədəd. Birincini görürsünüz, ikincini görürsünüz, üçüncünü isə biz tapacağıq. Bu hasildən alınan nəticənin natural bölən 8 natural böləni varsa, A ədədi aşağıdakilərdən hansı ola bilməz? Biz natural bölənlərin qaydasından bilirik ki, sayı qaydasından 11 üstü 1 kimi göstəririk, 17 üstü 1 kimi və A üstü neçə olursa 8 natural böləni olar. Təbii ki, A üstü 1 olsa 8 natural böləni olar. Niyə görə? Çünki üstləri toplayıb bir-birinə vururduq. 1 olduğu üçün üstündə vurulsun 1 üstü 1. Bir də bu da vurulsun 1 üstü 1. Deməli, burada da alınır 2 vurulsun 2, vurulsun 2 bərabərdir 8. Yəni, burada da A üstü 1 olmalıdır. Yəni, sadə ədəd olmalıdır A. Deməli, A sadə ədəd olsa, yəni üstü 1 şəklində göstəriləcək. Baxaq, görək hansı ədəd. A 23 ola bilər, sadə ədəddir. 37 sadə ədəddir. 71 sadə ədəd ola bilər. Hansı ola bilməz istəyir? 91 sadə ədəd deyil. Təbii ki, bu ola bilməz. Çünki 91 7 vurulsun 13-dən yaranır. Yəni, sadə ədəd deyil. D variantı. Keçirik 9-cu suala. Deməli, x, y, z natural ədədlərdir. 0 kiçikdir y-dən, kiçikdir x-dan, kiçikdir 16-dan. Z bərabərdir x bölünsün y olarsa, y neçə fərqli qiymət ala bilər? Biz fikir veririk ki, burada y məsələn 1 olsa, x neçə olmaq məcburiyyətində olur? X 2 ola bilər məsələn. Y 1 olsa, x 2 ola bilər. Sonra, yəni natural ədəd dediyi üçün, y məsələn 3 də olsa, x 9 ola bilər və yaxud da 6 ola bilər. Bu şəkildə ola bilər. Çünki böyük olmalıdır. Yəni natural ədəd, sonda da natural ədəd olmalıdır, bizə deyir. Sonra, y məsələn 7 olsa, ən böyük fikirləşək. 7 olsa, x 14, 7 olsa, 7 bölünən ədəd 14, y 2 ola bilər. Yəni, qalqısız bölünür. Natural ədəd olmalıdır. Y 8 olsa, olarmı 7-dən sonra? 8 olsa, artıq 8-ə bölünən ədəd 16 fikirləşirik. 16 da artıq olmaz, çünki 16-dan kiçik ədəd olmalıdır. Ona görə artıq biz bilirik ki, y 8 yox, 8-ə qədər 1, 2, 3, 4, 5, 6, 7-yə qədər ola bilir. X, başqa ədədlər ola bilər təbii ki, daha çox ola bilir, amma y üçün ən çox 7-yə kimi. Cavab D variantı. Keçirik 10-cu suala. ABC natural ədədlərindən seçilən hər hansı bir ikisi bir-biri ilə qarşılıqlı sadədir. Yəni, A ilə B qarşılıqlı sadədir, A ilə C qarşılıqlı sadədir və C ilə B də qarşılıqlı sadə olmalıdır. Bu üç ədədin hasili 1050 olarsa, aşağıdakilərdən hansı qətiyyən bu üç ədəddən biri olmaz? Milyonları belə deyimdə, sadə vurğularını ayırsaq, 105 vurulsun 10 kimi birinci yazsam, sonra 105 və 10'u da parçalasam, deməli 105 və 10, 10'u 2 və 5 kimi parçalaya bilərik. 105'i isə 5'ə bölsək, deməli 21 alınır. 21 də 7 və 3 kimi, 3 və 7 kimi parçalasam, sadə vurğularını ayırdım. İndi sonra nə istəyir? Aşağıdakı bu üç ədəddən aşağıdakilərdən hansı qətiyyən bu üç ədəddən biri olmaz? Məsələn, A variantı ola bilər. Niyə görə? Deməli, 14 olsa 2 ilə 7-ni qruplaşdırsam, geridə qalır 5 ilə 5-i qruplaşdırsam, baxın 2 ilə 7-ni bir qruplaşdırsam, 5 ilə 5-i bir qruplaşdırsam 25 və burada 3'ü də tək qruplaşdırsam 3. 14 25 ilə qarşılıqlı sadədir. 14 3 ilə qarşılıqlı sadədir. 25 3 ilə qarşılıqlı sadədir. A variantı deməli ola bilər. Keçirik növbəti. B variantı, bunları silməyim.
Bunlar qalsın. B variantında 15 verib. 15 3 və 5 kimi qruplaşdırsaq 15. Geriyə qalır 7, 2, 5. Burada 7'ni ayrıca 2 ilə 5'i ayrıca birləşdirsəm artıq məsələn 15 ilə 10 görürsünüz ki, qarşılıqlı sadə deyil. Qarşılıqlı sadə olmadı. Və yaxud da tam başqa cür fikirləşsəm 7 ilə 2'ni birləşdirsəm 14, 5 də istə qalacaq. Yenə 15 ilə 5 qarşılıqlı sadə olmur. Yəni burada cavab B variantı olmalıdır. Digər variantlarda çıxış edeyim, tam əmin olaq. 21. 21 ola bilirmi? 3, 7, 21. 21'i tam ayırsam, 5 ilə 5'i tam ayırsam 25. 2'ni də qalsın bu tərəfdə. 21, 25 ilə 25, 2 ilə 2 ilə də 21 qarşılıqlı sadə olur. 21 yəni ola bilər. 25. 25 qruplaşdırsam, biraz önce qruplaşdırmışdıq. 25 ayrı olsun. 7, 3, 21 ayrı olsun. Yine 2 ayrı olsun. Burada da görürsünüz ki, ola bilər. Hansı ola bilməz? 15 ola bilmədi. Keçirik 11-ci suala. Burada bizə deyir ki, şəkildə deməli düzbucaq şəklində bayraq 3 eyni hissəyə bölünmüş və bu hissələrdən ikisi şəkildəki kimi mavi rəngə boyanmışdır. Ağ rəngli hissənin eni x götürsək, deməli sonra bayrağın enindən 30 cm qısadır. 3 eyni hissəyə bölünübsə, buranı da x götürsək, ağ rəngli hissənin eni deyir x. Bayrağın enindən, bayrağın eni 3x-dir. Çıxsaq 30 cm olar deyir. Onda alınır 2x bərabərdir 30, x bərabərdir 15. Biz bayrağın bir tərəfini, yəni 15, 15, 45 tapdıq. Bizdən daha sonra nə istəyir? Sahəsi isə bayrağın sahəsindən 3300 kvadrat santimetr kiçikdir. 3300 kvadrat santimetr. Bayrağın uzunluğunu y-nə işarə etsək, onda belə yazırıq. Bayrağın sahəsi 45 vurulsun y olmalıdır. Bu düzbucağının sahəsi isə, yəni buradakı ağ hissənin sahəsi isə y vurulsun 15 olmalıdır. Çıxılsın y vurulsun 15 bərabərdir. Nə qədər çoxdur? 3300 kvadrat santimetr. Sonra bu tənliyi həll edib bayrağın uzunluğunu tapa bilərik. 45 y-dən 15 y çıxanda olacaq 30 y bərabərdir 3300 y bərabərdir 3300-ü 30'a bölsək alınacaq 110. Deməli buradakı bayrağın uzunluğu 110 C variantı. Keçirik 12-ci suala. Rəqəmlərin müxtəlif 3 rəqəmli 4 mənfi ədədin, mənfi tam ədədin cəmi mənfi 3201'dir. Buna görə bu ədədlərdən ən böyük, ən çox neçə ola bilər? Biz buna tam tərsinə baxsaq, məsələn, natural ədədlər kimi baxsaydıq, ən kiçik ədəd tapmaq üçün, nə edirdik? Digərlərini daha böyük rəqəmlər götürürdük. Daha böyük ədədlər götürürdük. 3 rəqəmli 4 fərqli tam ədəd. 3 rəqəmli deyir. Bunu 3 rəqəmli kimi qeyd edək. Yəni biz ən kiçik qiymətini tapanda digərlərini daha böyük götürürdük. Burada isə ən böyüyün ən çox qiyməti istəyir. Amma mənfi ədədlərdən danışır. Mənfi ədədlərdə tam tərsi olur. Yəni mənfi sıfıra yaxın olan daha böyük sayılır. Ona görə mənfi ən belə deyim də kiçik ədəd 3 rəqəmli. Mənfi ən kiçik ədəd olur. Müxtəlif rəqəmlər müxtəlif deyir. Ona görə 987, digəri 986. Bunlar mənfi ən kiçik 3 rəqəmli və rəqəmlər müxtəlif ədədlərdir. Digəri 900, mənfi 985. İndi bunların cəmini tapaq, sonra digər ədədi taparıq. Mənfi 3201'dən çıxır. Bunların cəmi alınır. Deməli, burada 7, 6, 5'i toplayanda 8. Burada 5 qalır. Deməli, burada 29. Bundan sonra nə edirik? Digər ən böyük ədəd tapmaq üçün mənfi
200 deməli 1-dən çıxırıq. Hemen müsbət çıxaq, sonra mənfi yazacağım cavabı. 2958'i çıxaq. 1-dən 8 çıxanda yəni 3. Burada 4 qalır. Burada isə 2 qalır. Burada 0. Yəni 243. Mənfi 243 daha böyükdür. C variantı. Keçirik növbəti suala. 13-cü sual. A şəhərindəki əhalinin 8-də 3'ü B şəhərinə gedərsə, A şəhərindəki əhalini 8x götürsəm, bunun 8-də 3'ü gedəcək B şəhərinə. Deməli 3x çıxılacaq, qalacaq 5x. İki şəhər əhalisi bərabər sayda olar. Bərabər sayda olarsa, deməli B şəhərində də sonda 5x olmalıdır. B şəhəri. Deyir ki, A şəhərindən B şəhərinin əhalisindən neçə dəfə çoxdur. İndi bu 5x necə olur? Buradan 3x verilibsə, A şəhərindən B şəhərinə 3x verilib. Deməli B şəhərindən belə edimdə 3x gəlmək lazımdır ki, üstünə 5x alsın. Deməli əvvəl B şəhərində 2x qədər əhali var imiş ki, A şəhərindən 3x gətirib B şəhərinə 3x verdik. İçində də 5x oldu. Deməli əvvəlcə, tam əvvəl A şəhərində 8x, B şəhərində isə 2x qədər adam var idi. Və nə qədər çoxdur? Neçə dəfə çoxdur? 4 dəfə çoxdur. 8 bölünsün 2. 4 dəfə çoxdur. Dəfə deyəndə təbii ki, bölünür. Keçirik növbəti suala. 14-cü sual. Sürahinin 3/2'si doludur. Sürahidəki sonra suyun 1/4 boş stəkana tökülür. Və boş stəkanı tam doldura bilir. Buna görə bu stəkanın tutumu sürahinin tutumunun nisbəti necə olur? Əgər sürahidə 3/2'si doldura bilirsə suyu, bu qədər su var sürahidə. Həmin suyun 4/1'i də boş stəkanı doldurur. Bu ədədimizdir, o da hissəsinin tabanı yenə vurmaq lazımdır. 3/2'ni vurmaq lazımdır 4/1'e. Vursaq alınacaq. Boş stəkanın tutumunu tapmaq üçün vururam. 3/2'ni 4/1'e vuranda alınacaq 12'də 2, o da ixtisar eləsək 6/1. Yəni A variantı. Bunu başqa cür necə anlaya bilərik? Məsələn, ədəd qoyub fikirləşə bilərik yerine. Məsələn, sürahidə 90 litr su var, tutaq ki. Onun 3/2'si suya doldur. 93/2'si 3'e bölüb 2'ye vursaq 60 litr. Həmin sürahidəki 60 litr suyun isə 4/1'i boş stəkana tökülür. 60'ın 4/1'i alınır 15. Deməli, boş stəkan 15 litr tutur. Sürahisi 90 litr tutur. 90 litr sürahi, 15 litr isə stəkan. Bərabərdir, ixtisar eləsək, ikisi də 15'e bölünür, qalır 6/1. İxtisar olunur, qalır 6/1. Yəni bu formada da ədəd verib tapa bilərik. ABC bərabər tərəfli üçbucağı ilə NM kvadratının perimetri bir-birinə bərabərdir. Olarsa x plus y tapın. İndi əgər bu bərabər tərəfli üçbucaqdırsa, onda biz bunun bu tərəfi ilə, baxın, biz buradakı AB tərəfinin BC tərəfinə bərabər olduğunu bildik. Hətta AC-yə də bərabərdir, amma orada heç bir şey yoxdur deyə yazmadım. Deməli 3x plus 6 bərabərdir. 4x burada mötərizənin içərinə vururuq. Çıxılsın 4x çıxılsın 4. Buradan x-i tapmaq üçün x bərabərdir 4x-dən 3x çıxırıq. X bərabərdir 4'ü də bu tərəfə keçirsək 10. X 10'dur. X 10'dursa biz fikir verək ki, üçbucağın tərəfi neçəymiş. 3'ü 10'a vursaq, üstünə 6 gəlsək, neçə alınacaq? Təbii ki, 36. Bura 36 elədir, yəni hər tərəf 36 olmalıdır. Burada 36 olmalıdır, burada 36 olmalıdır. Deyir ki, üçbucağın kvadratın perimetrinə bərabərdir. Üçbucağın perimetrini tapaq. Perimetri üçbucaq deməli bərabərdir. 3'ü 36'ya vurmalıyıq. 3 6 18, 3 3 9, 108. Deməli, 108 vahiddir. Üçbucağın perimetri. Deməli, kvadratın perimetri də 108 olmalıdır. Kvadratın perimetri də 108 olduğu üçün 108'i bölürəm 4'ə, bir tərəfini tapıram. 108'i 4'ə bölsə alınacaq 27. 27 alındısa, hər tərəf 27'dir. Və 9y çıxılsın 2
O da 27'dir. Yazırıq 9 y çıxılsın 2 bərabərdir 27. Buradan y-i tapaq. Y çıxılsın 2, 27-ni 9-a böləndə neçə alınır? 3 alınır. Deməli y bərabərdir 2 üstəgəlsin 3, 5. Y 5'dir. X isə 10 tapdıq. Bunların cəmi C 15. Keçirik 16-cı suala. Bir-birini döndürən iki çarxın diş saylarının fərqi 45, dövr saylarının nisbəti isə 7 bölünsün 4 nisbətindədir. Əgər 7 bölünsün 4 nisbətindədirsə 7K və 4K kimi götürsək və diş çarxların fərqi deyir. Fərqi 45'dir, bərabər edirik 45'e. Ondan alınır 3K bərabərdir 45. K bərabərdir 15. İndi bizə nə istəyir? Bizdən istəyir ki, buna görə az dövr edən çarxın dişlərinin sayı neçədir? Az dövr edən böyük çarxdır, az dövr edən. Çünki qırmızı biraz çox dövr edir. Yəni burada dişlərin sayı ilə belə deyim də dövr sayı tərs mütənasibasıdır. Ona görə bizdən az dövr edən çarxın dişlərinin sayını istədiyi üçün 15'i artıq 7'ye vurmalıyıq. 7'ni 15'e vuranda alınır 105 D variantı. Tərs mütənasibasıdır, özünüzə fikir verə bilərsiniz. Burada dövr, deməli qırmızı çarx dövrü çoxdur amma dişləri azdır. Bu isə yaşıl çarx dövrü az edir amma dişləri çoxdur. Tərs mütənasib. Keçirik 17-ci sual. Aşağıdakı kvadratlara hər bir ədəd solundakı ədədin 4 misli və üstündəki ədədin yarısı olacaq şəklində yazılır. Və kvadratda yazılan bütün ədədlərin cəmi 294 olduğuna görə x neçə olacaq? Bizə deyir ki, hər bir ədəd solundakı ədədin 4 misli. Məsələn, bura y olsa, bura 4y olmalıdır. Solundakı ədədin 4 misli olmalıdır. Və s. və axır bu şey. Amma üstündəki ədədin yarısı olacaq. Bunda buranı y götürürəm. Buranı 2y götürürəm. Çünki üstündəki ədədin yarısı olmalıdır. Buranı da 4y götürməliyəm. Yenə deyirəm, üstündəki ədədin yarısı olmalıdır. Bir də ki, digər şərtlərə baxaq. Bizə deyir ki, hər bir ədəd solundakı ədədin 4 misli. Bura 4y-dirsə, bura 16y olmalıdır. Sonra bura 2y-dirsə, bura neçə almalıdır? Təbii ki, 8y olmalıdır. Həm bunun görürsünüz ki, 4 qat aşağıdır. Daha doğrusu yarısıdır, görürsünüz ki. Və bunun da 4 mislidir. Burada isə y olsa 4 misli 4y olacaq. Həqiqətən də burada görürsünüz ki, sağdakı ədədin 4 misli, burada isə yarısıdır. Sonra bura 16y yazmışıqsa, artıq 16'nın 4 misli 64y yazmalıyam. Bura isə 32'nin 4 misli. Daha doğrusu 8'in 4 misli 32y yazmalıyam. Və burada 4'ün 4 misli 16y yazmalıyam. Belə bir belirli ifadelerle təyin etdik və cəmi 294 olmalıdır. Onda mən yazıram ki 64 y, yəni üstə yazsın 32y. Bunların hamısını toplayaq. Üstə yazsın 16. 2'dən 16 var deyə birbaşa yenə 32 yazıram. Bunlar getdi. Sonra 8'i 4 və 4'ü toplasaq alınacaq 16. Bir də 2 ilə 1'i toplasaq 3. Bunları toplayaq. Bunların hamısını toplasaq 7, 14, 147. Və 147 y bərabərdir. Hamısının cəmi 294. Y bərabərdir 294'ü 147'ye bölsə 2. Onda x'in yerinə burada 32y götürmüşdük. Ona görə də 32'ni vurmalıyıq 2'yə. 64. Cevap C variantı. Keçirik 18-ci suala. 18-ci sual deyir ki, bir m natural ədədində olan 3 müxtəlif rəqəmlərin sayı m ilə göstərilir. Məsələn, görürsünüz ki, burada 5202'də neçə dənə müxtəlif rəqəm var? İkisidən təkrar olunduğu üçün 3 yazılıb. Yəni 3 dənə müxtəlif rəqəm var. Verilən bərabərliyin ödənməsi üçün B-nin ala biləcəyi qiymətləri cəmi toplayın. Biz cavaba baxırıq ki, cavabda 1, 2, 3, 4, 5 dənə fərqli rəqəm var. 5 dənə olacaqsa, bərabərliyi verək, 5 dənə fərqli rəqəm alınacaqsa,
Burada da baxırıq ki 2 dənə fərqli rəqəm var. Burada 2 var. Burada da 2 dənə fərqli rəqəm var. Burada da 2 var. Neçənin üstünə neçə gəlsək 5 alınır. 2-nin üstünə yalnız 3 gəlsək 5 alınır. Ona görə biz burada fərqli rəqəm deməli burada ya 2 dənə ya burada da 3 dənə yaratmaq üçün nə fikirləşə bilərik. Burada 5 yazsaq, baxın 5 5 3 2 dənə fərqli rəqəm var. Burada 5 yazsaq 5 5 6 burada da 2 dənə fərqli rəqəm olacaq, amma cəmi 5 olmayacaq. Ona görə də 5 ola bilməz, sildik. Başqa bir şey fikirləşək. 6 fikirləşsək bura 6. Baxın 6 fikirləşsək burada 3 alınır. 3 fərqli rəqəm. Baxın 3 6 5. 3 dənə fərqli rəqəm var. Burada 6 yazsaq 2 dənə fərqli rəqəm var. 5 və 6 və alınır. B6 ola bilər. Sonra başqa ədəd fikirləşsək. Deməli, bura 3 yazsam bəs 3-dən 3 və 5 oxşardır. Yəni burada 2 dənə fərqli rəqəm var. Üstəgəlsin bura 3 yazsam B-nin yerinə. 5 6 3 3 fərqli rəqəm var. Yenə cəmi 5 alındı. 6 və 3 ola bilir B və bizə deyir ki, B-nin ala biləcəyi qiymətlərin cəmi 9. 6 3 9. Cavab Bakı B variantı. Keçirik 19-cu suala. Bizdə burada verilmiş ifadənin cəmi natural ədəddir. Bərabər natural ədəd olmalıdır. Buna görə A natural ədədinin ala biləcəyi neçə fərqli qiymət var? Biz bu kəsri toplasaq, kəsrin məxrəc sürətində 4 plus 5 plus, yəni məxrəc eyni olduğu üçün 6 plus nöqtə 18-ə qədər olmalıdır. Və bu cəmi daha tez sürətini taparaq biz bilirik ki, 1-dən n-ə kimi ədədlərin cəmini, 1-dən 18-ə kimi ədədlərin cəmini n vurulsun n plus 1 bölünsün 2 qaydası ilə tapa bilərik. 1-dən 18-ə kimi ədədlərin cəmi 18 vurulsun 19 bölünsün 2 qaydası ilə tapaq. O da bərabərdir. Burada ixtisar gedir. 18-dən 2 1 qalır. Burada 9 qalır. 9-u 19-a vuranda alınır 1 171. 171 alınır 9 19'a vuranda. Ama biz 1'den başlamadı, 4'ten başlamalıyıq burada. O 1, 2 və 3'ü ümumi cəmdən çıxmalıyıq. Çünki 1-dən 18-ə kimi ədədlərin cəmi 171'dir. 1, 2, 3, 6'dır. Yəni 171'dən 6 çıxsaq, 171'dən 6 çıxsaq qalacaq 165. 165. Yəni 4-dən 18-ə kimi ədədlərin cəmi 165'dir. Olacaq 165 bölünsün A. Bizim baxın, deməli, bu kəsrimiz toplananda bu formada olacaq da 165. İndi 165 ədədi hansı ədədlərə tam bölünür? Yəni natural ədəd olması üçün qalıqsız bölünməlidir. 165'in bölənlərinə baxmalıyıq. İndi buranı sileyim. Burada 165'in neçə natural böləni var, hamısını qeyd edim. 165 ədəd deməli 1'ə bölünür. 165, sonra 2'ə bölünmür, 3'ə bölünür. 55, 5'ə bölünür. 5'ə bölünsək 33. Sonra bir də 11'ə bölünsək 15 alınacaq. Yəni 8 dənə natural böləni var. Ona görə də 165 A-ya, yəni bu cür ədədlərə bölünməlidir. Natural ədəd olması üçün. Keçirik 20-ci suala. Aşağıdakı toplama əməlində hər bir hərf sıfırdan fərqli və bir-birindən fərqli bir rəqəm əvəzidir. Burada cəm 133 olduğuna görə bu toplama əməlində iki rəqəmli ədədlərdən ən böyüyü ən çox neçə ola bilər? Biz bilirik ki, x, y üstənsin sk üstənsin m bərabər 133-dürsə, ən böyüyünü ən çox götürmək istəyirsə, ox çəkirəm yuxarı, bu ən böyük olsun. Digərlərini daha kiçik götürməliyik. Ən böyüyü tapmaq üçün deməli birinci kiçikləri tapmaq lazımdır, minimumları. Çünki digər ədədlər kiçiləndə m-in ədədi böyüyəcək qanundan. Deməli, x, y və sk-nı necə ən kiçik götürə bilərəm? X-dan z-də daha kiçik ədədlər. Məsələn, 1, 2 versəm, burada 3, 4 versəm alınır mı? Bunu sınayaq. Burada sınasaq, deməli 13, çünki bura 2 yaza bilməm artıq, olmaz, 0 da olmaz. 3 və 4 verməliyəm məcbur. 7, 37. İndi qalır 3-cü ədədimiz. 133-dən çıxırıq 37-ni. Görək alınırmı, yoxsa yox. 13-dən deməli 7 çıxsaq 6, deməli burada da 9 qalır, 96. Ən böyük qiymət 9. Bunun rəqəmləri müxtəlif olduğu üçün cavab B variantı, digər başqa bir şey sınamağa ehtiyac qalmadı artıq.
Keçirik 21-ci suala. Aşağıdakilerden hansı en kiçik ədəddir? Biz bilirik ki, mötərizə içərisində mötərizə varsa birinci, yəni onu oradan başlayırıq. 1-i 2-yə böləndə, 1-i 2-yə böləndə alınır 1 bölünsün 2, yəni 2-də 1. Bu şəkildə yazırım, kəsr şəklində. Sonra bölürük deyir, mötərizə bu 1-dir. Bitəndən sonra bölürük 3-ə. Bölürük 3 nə deməkdir? Yəni 1-də 3-ə bölürük. Bu 1-də 3, beynimdə 3 şəklində, 3-ü 1-də 3 şəklində yazdım. Tərs çevrilib vurulacaq. 2-də 1 vurulsun 3-də 1. Bu da bərabərdir 6-da 1. 6-da 1 də bölünsün. Bura 6-da 1 aldı. 6-da 1 bölünsün 4-ə. Bölünsün 4-ə, yəni 1-də 4-ə. Bu da bərabərdir 6-da 1 vurulsun 4-də 1. Bu da bərabərdir 24-də 1. A variantı 24-də 1 alındı. Qıraqda qeyd edim. Keçək B variantını sınamağa. B variantında bölmə əməli mötərizə içərisində 2-də 1. Burada da 3 bölünsün 4, yəni 3 bölünsün 4. 4-də 3 bölünsün. Ortada bölünsün var. Yəni birinci mötərizənin için qeyd etdik. Sonra ortadakı bölməni yazdıq. Yəni tərs çevirib vursaq 2-də 1 vurulsun 3-də 4. Neçə alınacaq? İxtisar getsə 2, burada 1 qalacaq 3-də 2. B variantı 3-də 2 alındı. Keçirik C variantına. 1 bölünsün 2'də 3. Burada 1 bölünsün mötərizənin için birinci etməliyik. Yəni 2 bölünsün 3. Bu şəkildə qalır. Biz bilirik ki 1 1-də 1 deməkdir. Yəni bunu tərs çevirsək 1-də 1 vurulsun 2-də 3 olur. Tam tərsi çeviririk. O da bərabərdir elə 2-də 3. 2-də 3-də bölünsün 4 var. Bölünsün 4, 1 bölünsün 4 deməkdir. Yəni bu şəkildə yenə tərs çevirsək 2-də 3 vurulsun 4-də 1. Bu da bərabərdir, deməli 8-də 3. C variantı 8-də 3. Keçirik D variantı sınamağa. Buranı burada da mötərizə içərisində mötərizə birinci buradan başlayırıq. 2 bölünsün 3, yəni 3-də 2. Bölünsün 4. Bax mötərizə buradadır. Bölünsün 4. Yəni 1-də 4. Bu da ox çəkirəm 3-də 2 vurulsun 4-də 1. Bərabərdir 12 ixtisar etsə 2, 1 neçə alınır? 6-da 1. 6-da 1. Sonra bu bölməməli var. 1 bölünsün 6-da 1 nə deməkdir? 1-də 1 bölünsün 6-da 1, o da bərabərdir 1-də 1 vurulsun 1-də 6, tərs çevirdim. O da bərabərdir 6. Bu ən böyüdür. Ən kiçik hansıdır? 3-də 2, 24-də 1, 8-də 3 və 6-dan ən kiçiyi A variantı. 24-də 1 daha kiçikdir. Keçirik 22-ci suala. X, Y, Z 3 rəqəmli ədəddir. Və burada da belə bir şərtlər verilib. Nə istəyir bizdən? X, Y, Z-i A-ya vursaq bərabərdir sual. Biz birinci ifadəni ilə ikinci ifadəni, yəni X bölünsün alar gedir. X bölünsün Y tərəf-tərəfə bölsək alınacaq. 0,132 bölünsün 0,16. İxtisar etsək ikisində 16 təbii ki 1 bölünsün 2 nisbətində. Daha sonra isə biz burada Y tərəfini Z tərəfinə bölsək, Y bölünsün Z bərabərdir 0,16 bölünsün 0,4. İkisini də 100'ə vursaq, çünki hətta burada 0 atım tamamlansın. 40,6'ı ixtisar eləsək 16'ya qalacaq 5'də 2. Amma görürük ki burada Y 1'dir. Y burada 2'dir. Enləşdirmək lazımdır. Enləşdirmək üçün bu tərəfi 2'yə vursaq alınacaq 2'də 4. O zaman biz X'i 4 kimi qəbul etsək, X bərabər 4. Y 2 kimi qəbul etsək, burada da görürsünüz ki hər tərəfdə 2'dir. Və Z isə 5 kimi qəbul etsək, çünki bir rəqəm olmalıdır. İndi A-nı tapmalıyıq. A-nı necə tapa bilərik? X 4'dür burada. 0,132'ni 4'ə bölmək lazımdır. 0,100'də deməli 32'ni bölmək lazımdır 4'ə. O da bərabərdir 0,8 alınacaq. 4 8 32 eləyir bu formada. Onda son cavabı tapmaq istəyiriksə X, Y, Z
425 x, y, z'dir vurulsun A'da 0'dan %8'dir. Bunu da bir-birinə vuranda alınacaq. Birbaşa yazıram 34. Yəni siz istəsəz də alt-alta vurub tapa bilərsiniz. Keçən növbəti suala 23-cü sual. Deməli aşağıdakı cədvəldə bəzi ədədlər verilmişdir. Yəni bir dənə ədəd verilir burada. Bu cədvəldəki ədədlər sütunlar üzrə yuxarıdan aşağı doğru 40% artırılır. Soldan sağa doğru isə 50% azaldılaraq yazılır. Buna görə x, y tapın. Birinci, ikinci şərtə baxırıq. Soldan sağa doğru 50% azaldırıq. Çünki 50% yarı deməkdir. Yəni 70-dirsə bura sağ olacaq 35. Demək 50% yarısı azaldı. Yarısı qədər də 141 olmalıdır. Çünki soldan sağa doğru 50% azaldılır. Yəni 2 dəfə azaldılır. İndi isə cavabı tapmaq üçün yuxarıdan aşağı doğru neçə faiz artırıb? 40% artırıb. Mən bilirəm ki, burada x 100'dür ki, 40% artıranda 140 olur. Bu asan oldu x tapmaq. Çünki 100'ü 40% artırsan 100 ədədi yəni tam olaraq 100%dir. 40% artırsan 140 alınır. Y tapmaq üçün isə 35'i 40% artırmalıyım. Artıq bunu hesablamaq lazımdır. 35'i 40'a vuraram. Bölərəm 100'ə. 35'in 40%'ni tapsaq, ixtisarləsək burada 2'də 20'yə bölünür. 5'də 2. 35 ilə 5 ixtisar olunsa, deməli burada neçə alınacaq? 5'ə bölünür 1, 5'ə bölünür 7, 7, 2, 14. Yəni 35'in üstünə 14 gəlmək lazımdır. Alınır 49. Y isə 49'dur. Yəni 35 40% artırılıb 49 alınıb. Və bizdən x çıxsın y istəyir. X 100, y isə 49 çıxsaq cavab 51 alınar. C variantı. Keçirik 24-cü suala. 24-cü sualda deyir ki, bir avtomobil yuma firmasında işləyən Nurlan və Sərxanla bağlı aşağıdakılar verilib. Nurlan deməli 1 saatda, burada yazın Nurlan 1 saatda 3 maşın, Sərxan isə 1 saatda 6 maşın yuva bilir. İkisini də 1 saatda qeyd etdik. Daha sonra Sərxan Nurlan'a nazaran hər maşına 25% daha çox su istifadə edir. Yəni bu 100% istifadə etsə, Sərxan 125% götürək daha çox istifadə edir 1 saatda. Deməli, Sərxan bir çən suyu 6 saata bitirir. 6 saata bitirir. Ümumilikdə bir çən suyu 6 saata. Buna görə Nurlan bir çən suyu deməli bir çən su ilə neçə saat maşın yuva bilər? Bu da neçə saata bitirər? Onu soruşur. Biz buradan etməliyik. Deməli hər birinin 6 saat dediyi üçün 6 vurulsun. Burada 6 saat. Daha doğrusu Sərxan 6 saata bitirir. Sərxana 6 vurulsun və 1 saatda da 6 maşın yuva bilirsə 6'ya vururuq. Bir də 125%'ə vursaq. Nurlanda isə 3 saat, 1 saata 3 maşın vurulsun 100%, vurulsun neçə saata bitirir? X. Burada bərabərlik yaradırıq. Yəni hər biri haqqında məlumatlar verilmişdir. İndi biz nə edirik? 300 x bərabərdir 6, 6, 36, 36'nı 125'ə vurmalıyıq. Və yaxud da belə yazım, 36 vurulsun 125. Sonra ixtisarlarımızı apararıq. X bərabərdir 36 vurulsun 125 bölünsün 300. Burada ixtisarlarımızı etsək, bunların hər biri neçəyə bölünür? 25'ə bölünür. Bunları 25'ə bölsək, burada qalacaq 5. 300'ü 25'ə bölsək, deməli alınacaq 12. 12 ilə 36 ixtisar gedər. 12'ə bölünür 1, 12'ə bölünür 3. 3, 5, 15. Bu da 15 saata bitirərmiş D variantı. Keçirik son sual. Bu da faiz aid sual idi. Deməli son suallar bax görürsünüz ki, faiz aid sonunda 3 sual var. 25-ci suala baxaq. Bir avtobusda olan sərnişinlərin 95% ingilis dilini bilir. Yolun yarısında ingilis dili bilənlərin bir qismi avtobusdan düşür. Bu dəfə avtobusda
Bu dəfə avtobusda qalan sərnişinlərin 90% yenə ingilis dilində danışa bilir. Buna görə yolun yarısında sərnişinlərin neçə faiz avtobusdan düşmüşdür? Biz ümumi sərnişinlərin sayını məsələn 100x götürsək, yəni 100% kimi götürsək, 92%-i ingilis dili bilir, 92x da ingilis dili bilənləri seçirik və geridə qalan ingilis dili bilməyənlər 8x kimi qeyd edə bilərik. İlk olaraq bunu başa düşürük. Sonra yolun yarısında ingilis dili bilənlərin bir qismi avtobusdan düşür. Onda 92x-dan deməli ingilis dili bilənlərin bir qismi nə qədər düşüb bilmirik, y ilə işarə edən avtobusdan düşür. Avtobusdan ümumi sərnişinlərin sayı da azalır. 100x-dan y çıxılacaq, yəni ümumi sərnişinlərin sayı da azalır, ingilis dili bilən sərnişinlərin sayı da azalır. Və bu dəfə avtobusda qalan sərnişinlərin 90% ingilis dili biləcək. Onda belə bir nisbət yarada bilərik. İngilis dili bilənlərin sayı bölünsün ümumi say bərabərdir %90% dediyi üçün %90 və yaxud da 10-9 yazım. %90 o da ixtisar gedir, qalır 10-9. Belə bir nisbətlə burada tapa bilərik. İndi çarpaz vururuq burada. Onu bura yuxarı vurmalıyam. Yəni 10 vurulsun 92x çıxılsın y bərabərdir 9 vurulsun 9 aşağı 100x çıxılsın y. Bu şəkildə qeyd etdim. Sonra bunu bir kənara qoyum. Bura baxaq. Deməli davam edək. Onu 92x-ə vursaq olacaq 920 x çıxılsın onu y-ə vursaq 10y bərabərdir 900-ə vursaq 900 x bərabərdir ya çıxılsın 9y. İndi y-ləri bir tərəfə gətirsək, bu y-i sağa gətirsəm olacaq 10y-dən y çıxanda 1y bərabərdir 920-dən də 900 çıxsam 20x-a 10y deməli y bərabərdir 20x. Y nə idi? Yoldan düşən, belə deyim də, adamların bir qismi idi. Y götürmüşdük. O da 20x-ə bərabərdirsə, deməli 20%-ə bərabərdir. B variantı. Bu da 2025-ci ildə olan yarımfinal sualları idi. Riyaziyyat RFM aid olan suallar. Həm də deyirəm ki, sizin belə deyim də, sizin üçün yararlı olar. Bu videoya baxıb bir şeylər öyrənmiş olarsınız və hər birinizə də yarımfinalda uğurlar arzu edirəm. Kanalı abunə olub bəyənməyi unutmayın. Sağ olun, görüşək.